Salam, xoş gördük dəyərli izləyicilərimiz. Bugünkü qonağımız dermatoloq doktor Aygün xanım Mustafayevadır. Bugün doktorumuzla birlikdə yay mövsümündə dəriyə qulluq, dərinin sağlamlığı və günəşin yan təsirləri ilə bağlı sualları cavablandıracağıq. Xoş gəlmisiniz doktor. Xoş gördük. Doktor, vaxtınızı çox almadan istəyirəm elə ilk sualımıza keçid edək. Yay mövsümündə dermatoloqa ən çox hansı şikayətlərlə müraciət edirlər? Yay olduğu üçün günəş şüalarının intensiv təsiri ilə əlaqədar olaraq və insanlarımız açıq havada çox zaman keçirdiklərinə görə ən çox müraciətlər günəş yanıqları, günəşdən əmələ gələn qızartılar, allergik mənşəli proseslər, bundan başqa həşərat dişləmələri ola bilər. Günəş ləkələri ilə müraciət olunur. Bəzi dəri xəstəliklərin aktivləşməsi dönəmi olur ki, akne ola bilər, göbələk ola bilər. Bu xəstəliklərin artması ilə müraciətlər daha çox olur. Doktor, günəş şüaları dəriyə ən çox hansı zərərləri verir və ilkin yardım üçün nə məsləhət görürsünüz? Günəş şüalarının orqanizma, dəriyə təsiri belə bir var, səthi təsirlər var, qısa müddətli təsir var, uzun müddətli təsir var. Qısa müddətli təsirlər nə ola bilər? Günəşin qızartı ola bilər, həssaslıq ola bilər. Uzun müddətli isə artıq günəş yanığıdır. Daha sonra kollagen sintezinin azalması, dəri qocalmasıdır, pigment ləkələrinin əmələ gəlməsidir. Əlbəttə ki, burada bu mövsümdə dərimizə yaxşı qulluq etsək, SPF-ləri doğru, düzgün, vaxtında istifadə etsək, eyni zamanda dərimizin qoruyucu baryerini yaxşılaşdırsaq, yəni nəmləndirsək, bu şəkildə bu şikayətlərlə az müraciət etmiş olarlar. Çox gözəl bir nüansa toxundunuz. SPF-lərlə bağlı bu sual mənim üçün, özüm üçün də çox maraqlıdır. Hansı SPF-ləri daha çox məsləhət görürsünüz bu mövsüm üçün? Bilirsiniz, SPF-lər çoxdur, firma olaraq da çoxdur. Yalnız bizim dermatoloq olaraq məsləhət gördüyümüz birinci nədir? İlkin olaraq pasient öz dəri tipini bilməlidir. Yəni hər SPF hər dəriyə getmir. SPF-lər normal dəri, həssas dəri, quru dəri, allergik dərilər fərqlidir. Və pasient öz dərisini tam bilməlidir ki, ona uyğun da SPF seçsin. SPF-lərin, bu günəş qoruyucuların isə əsas orada məqsəd ultrabənövşəyi B və A şüaları üstündə yazılmalıdır. Eyni zamanda orada bir göstərici var 4+ PA, bu da çox önəmlidir. Amma ilkin olaraq əsas pasient öz dərisinə görə SPF seçməlidir. Bir də SPF-lər çox tonal əsaslı olmasa da yaxşı olar. Çünki o daha çox yağlı dərisi, aknaya meylli insanlar tonal əsaslı istifadə edirlər. Komedogenik olmamalıdır, məsamələr tutulmamalıdır, ağır olmamalıdır ki, bu məsələn akneni ağırlaşdırmasın, kimin dərisi həssasdır onu ağırlaşdırmasın. Yəni nəticə etibarilə hər kəs öz dəri tipinə uyğun SPF seçməlidir. Bəli. Ən əsas sualımız gəlir. Sosial mediada bu dəqiqə hər kəs doktordur. Hər kəs bir məsləhətlər verir, təəssüf ki. Sosial mediada gördüyümüz o dəri qulluğu ilə bağlı olan məsləhətləri sizcə dinləməliyikmi? Baxın, əslində sosial media hal-hazırda günümüzdə çox böyük rol oynayır, önəmli rol oynayır. Bunu da əslində sosial media pis deyil. Yəni bunu sadəcə məlumat xarakterli alsalar daha yaxşı olar. Məlumatı da düzgün insanlardan almaları şərtdir. Yəni sağlamlıq haqqında danışan şəxs mütləq tibbi təhsilimi olmuş deyim, yəni ən azından bu tibb təhsili olmalıdır. Amma hal-hazırda çox təəssüf ki, heç tibbdən aidiyyatı olmayan insanlar xəstə insanlara məsləhət verir, dərman seçimində yardım edir, krem seçimini məsləhət görür. Yəni bu doğru deyil. Çünki biz bilirik indi onlar hansı məqsədlə bu şeylər istifadə olunur, amma doğru deyil. İnsanları yanlış yola sürükləməsinlər. Çünki hər kəsin öz dəri tipinə uyğun vasitəsi var. Həm müalicə vasitəsi, həm profilaktik vasitə. Ola bilər bir dərman, hansısa bir krem bir pasientə yaxşı təsir göstərə bilər. O demək deyil ki, bu hamıya yaxşı təsir göstərəcək. Ona görə də seçim etdiyimiz zaman mütləq dəqiqləşdirmək lazımdır. Pasient var, bəli, tibbi təhsilli pasientlərimiz var. Onlar özləri bilirlər, ayırd eləyə bilirlər ki, bu dəri tipinə uyğun hansını istifadə eləyə bilirəm. Qulluqdan söhbət gedir. Yəni müalicəvi deyil. Müalicəvini ümumiyyətlə
tibb təhsili olmayan reklamdan, sosial şəbəkədən almaq heç doğru deyil. Yəni burada siz zamanınızı da itirirsiniz, sağlamlığınızı da belə deyim də bir çətinlik altına salmış olursunuz. Həm xərciniz çıxır, həm canınız gedir, vaxtınız itir və xəstəlik də sağalmır. Ən pis halda da ağırlaşaraq başqa bir xəstəliyə çevrilə bilər. Ona görə də yaxşı olar ki, sosial mediadan tibbi məsləhətlər alınmasın. Doğru ünvandan, doğru insandan alınsın. Mütləq. Bu insanların özü üçün daha yaxşı olar. Məncə bizim bugünkü podkastımızdan sonra belə olacaq. İnşallah belə deyə düşünürəm. Bugünkü dövrümüzdə estetika dövrüdür. Hər kəs kosmetoloqa getməyi sevir, estetik əməliyyatları çox sevir. İstəyərdim sizdən soruşum ki, doktor, kosmetoloji prosedurlar üçün ilk öncə kosmetoloqa mı müraciət edilməlidir, yoxsa dermatoloqa mı? Belə bir şey var da, ümumiyyətlə kosmetoloq deyə belə bir ixtisas yoxdur. Var həkim kosmetoloq var. Estetik həkim var, estetik dermatoloq var. Yəni biraz yanlış yönləndirirlər bu kosmetoloji prosedurları, çox təəssüf. Əlbəttə, əgər bir insanın kosmetoloji prosedura ehtiyacı varsa və yaxud onun özündə bu ehtiyacı hiss edirsə, hansısa bir əskiliyi hiss edirsə, ilk öncə bunu mütəxəssis yardımı almalıdır. Çünki biz dermatoloq, biz həkimlər o kosmetik problemə sadəcə bir estetik yönümdə baxmırıq. Biz ona sağlamlıq tərəfindən baxırıq və bu da insanın özü üçün çox vacibdir. Yəni hər prosedur etdirmək hamı üçün doğru deyil. Biz onları, yəni pasiyenti öyrənirik, pasiyentin dəri quruluşunu öyrənirik, ona hansı prosedurlar olar, olmaz, onu öyrənirik. Pasiyentdə olan xəstəliklər bu prosedurlara icazə verirmi, onları öyrənirik. Ondan sonra hansı pasiyentə hansı prosedur lazımdırsa biz onu təyin edirik. Amma kosmetologiyada, yəni çox təəssüf, mən indi hamısını qarışdırmaq istəmərəm, amma çox təəssüf pasiyentlər, çünki onların fəsadını biz görürük. Biz həkimlər görürük. Adam gedir, heç təhsilini belə soruşmur, sorğulamır. Ümumiyyətlə diplomu varmı? Bəli, prosedur və mən bunu istəyirəm. Təəssüf olsun ki, qarşısındakı da dırnaqarası həkim adını qoyur özünə, bəzində DR yazır. Bəli. Hal-hazırda bu gündəmdədir. DR-larla çox təəssüf. O insanlar deyir, sənə bunu vurarıq, sənə onu vurarıq. Yəni bunun heç bir tibbi əsası olmadan artıq bu belə deyim də bu proseduru, bu müalicəni artıq belə biznes halına keçirdirlər. İnsanlar isə başa düşsünlər ki, sağlamlıqla biznes oyun oynamaq olmaz. Onlar özlərinə birinci növbədə ziyan edirlər. Başqalarına nəsə qazandırırlar, özlərinə nə ziyan edirlər? Ciblərinə ziyan edirlər, sağlamlıqlarına ilk öncə ziyan vururlar və daha sonra da bir fəsad olduğu zaman yenə də mütəxəssis həkimə müraciət edirlər. Çünki elə insanlar gec olur, inanırsınız, biz elə şeylərlə rastlaşırıq ki, elə dəridə olan fəsadlarla rastlaşırıq. Yəni qalırıq belə, yəni nəyə lazımdır bu şəkilə düşmək? Sizin zamanınız gedir, canınız gedir, pulunuz gedir. Vaxtında doğru müayinə olunun. Siz təyin olunsun ki, hansı dəri tipiniz var, sizə hansı prosedurlar lazımdır. Rahatlıqla həm zaman itirməyəcəksiniz, həm məvacibinizi normal, yəni oradan bir effekt alacağınız bir prosedura qoyacaqsınız. Sağlamlığınız da yerində. Bu arada doktor verilişdən sonra sizdən bir məsləhətlər istəyəcəm. Mütləq verilişimizdən sonra. Doktor, məncə bu sual hər kəsə artıq maraqlı olacaq. Kosmetoloji prosedurlardan danışmışkən, sizcə yayda hansı kosmetoloji prosedurları etmək təhlükəlidir mi desək, yoxsa etməsək daha yaxşımı olar? Belə deyək, yayda daha yaxşı olar ki, travma verən, aşılayan prosedurlar olmasın. Bura aqressiv prosedurlar, məsələn biz lazer prosedurları deyirik, hansı ki bəzən dərinin üst təbəqəsinə həddindən artıq travma verir. Məsələn o prosedurlar icra etmək doğru deyil. Yüngül hidrofacial deyirik, yüngül üz təmizləmə, üz baxımı ola bilər, heç dərin də olmaz. Bəzi peelinglər var, məsələn, istifadə etmək olmaz. Ləkə müalicəsini aşırı, hansı ki biz ləkəyə görə istifadə edirik, onlar istifadə olunmamalıdır. Yayda ləkəni sadəcə qorumaq və ağırlaşmaması üçün tədbirlər görmək lazımdır. Yayda botoks istifadə etmək olar, botulinum terapiya olar, yəni ümumiyyətlə o ilin hər mövsümündə var.
daha sonra PRP, plazma terapiya istifadə etmək Hətta olar. məncə onun çox daha xeyri var, hə? Xeyri var, amma yenə də bir prosedurdur deyə o demək deyil hamıya plazma terapiya Etməlidir. olar. Yenə də Bəli. seçilməlidir. Yəni pasient prosedura görə seçilir mütləq şəkildə. Yəni bu hamıya eyni şəkildə ola bilməz. Yaxşı nəticə verəcək deyə bir şey yoxdur. Yox, %100 deyil. təbii Yəni ki. ümumiyyətlə tibbdə əslində bir qarantiya yoxdur, amma yenə də biz onun üçün bir dəqiq müayinə aparmadan istəmirik ki, pasiyentə məsələn hər nə gəldi vurulsun. Yəni o ümumiyyətlə bir peşəkarcasına deyil. Məncə kosmetoloji prosedurlar haqqında yetər qədər Məncə danışdıq. Gəlin indi danışaq daha çox bizə ünvanlanan suallardan biri ilə, həmçinin sizə ünvanlanan suallardan biri ilə. Doktor, uşaqlarda yaranan ziyillərlə bağlı valideynlərin etdiyi səhv nə zaman müraciət etməlidirlər? Hansı məsləhətləri görürsünüz? Ziyil virus mənşəlidir, bildiyimiz kimi HPV viruslarından. Yəni bu bir yayğın virusdur. Təəssüf ki, kontakt vasitəsilə də keçir. Bu o deməkdir ki, uşaqların immuniteti də aşağı olur adətən və o viruslar daha çox onlarda fəsad törətməyə başlayır. Yəni valideynlər burada nəyi səhv eləyir? Törəməni gördükləri zaman sıxa bilirlər, sapla bağlaya bilirlər, özləri qoparda bilirlər və yaxud aptekdən alınan müəyyən məhlullarla vuraraq yandıra bilirlər. Bəli, bəzən olur, uşaqları gətirirlər, valideyn etiraf eləyir ki, hə vurdum. Onlar çox kəskin qələvi məhlullardır ki, hansı ki sağlam toxumanı da aşılayır və yandırır. Kimyəvi yanıq törədir. Bu çapığa əmələ gətirə bilər, ikincili infeksiyalaşma yarada bilər. Çünki siz orada yara eləyirsiniz, suluq eləyirsiniz və orada bakteriya düşmə ehtimalı daha çoxdur. Ona görə yaxşı olar ki, əgər elə bir şəkildə viruslarla rastlaşırlar, ziyillər görürlərsə, mütləq mütəxəssisə müraciət etsinlər. Yəni oyun oynamaq olmaz bu törəmələrlə. Çünki bəzən bilmirlər, elə bir törəmələr var ki, onlar hətta xərçəng riskinə doğru gedə bilər. Ona görə yaxşı olar ki, diqqətli davransınlar, xüsusən də uşaqlarda. Uşaqlara elə onu vurğulayacaqdım ki, doktor, məncə evdə o özünə də belə deyək ki, gedirik hər hansı bir uşaq üçün bir krem alırıq, özünü müalicə deyirik də biz buna. Zənnimcə çox təhlükəlidir. Təhlükəlidir. Biraz məncə bilirsiniz necə? Bəzən məsələn elə bir xəstəliklər olur ki, hətta dəri xəstəliklərində valideynlər istifadə edirlər, gedirlər aptek yardımı ilə bir belə deyim də daha çox etdikləri səhv nədir? Steroid tərkibli kremlərin istifadə olunması. Hər şeyə onu istifadə edirlər. Qaşınır, səpkidir, sulanır. Sanki o steroid hər şey istifadə edirlər. Amma anlamırlar ki, bəzi xəstəliklər var ki, o steroid kremlər o xəstəliklərin əsl klinikasını itirir. Aha, bəli. Gec olur, xərçəng riskinə qədər gəlib çıxır. Yəni mütəxəssisə gəlib çıxanda artıq iş işdən keçmiş olur. Ona görə bilmədən, dəqiqləşdirmədən bu kimyəvi maddələri dəriyə istifadə etmək olmaz, xüsusən də uşaqlarda. Yəni uşaqların sağlamlığını ortalığa qoymasınlar. Doktor, istəyirəm ki, bunu da bir aydınlaşdıraq. Çünki çox vaxt pasiyentlər insanlar belə düşünür ki, dermatoloq yalnız dəri xəstəliklərinə məşğul olan doktordur. Yəni heç bir kosmetoloji proseduru edə bilməz. İstəyirəm siz bu haqqda, məncə çox gözəl fikirləriniz var. İstəyirəm ona da bir aydınlıq gətirəsiniz o günləri. Yaralı yerimiz. Ona görə ən çox bu sualı hazırlamışdım ki, bunu sizə verim. Məncə sizin üçün də daha ürəyinizcə olar. Bəli, bilirsiniz, biz Tibb Universitetini müalicə işi fakültəsini bitiririk. Bu fakültədə dermatovenerologiya ixtisasına yiyələnirik. Bəli. Yəni kosmetologiya Tibb Universitetindən ayrılmır. Burada ayrılır dermatovenerologiya. Bəli. Dermatoveneroloq isə, yəni dəri xəstəliyi, saç xəstəliyi, dırnaq xəstəliyi, cinsi üzvlər xəstəliyi. Bəli. Dəriyə aiddirsə, əlbəttə ki, kosmetologiyada dəridən ayrıldığı üçün, yəni kosmetoloji prosedurları dermatoveneroloqların eləmə ixtiyarı %100-dür. Yəni bu mütləq bir şeydir. Yəni başqa bir ixtisas sahibinin kosmetologiya məşğul olması hara, dermatoveneroloqun, dermatoloqun məşğul olması. Yəni bu aydın bir şeydir. Məncə bunu birinci növbədə insanlarımız bunu anlamalıdırlar. Doğru seçim etməlidirlər. Qaldı ki, bəli, var dermatoveneroloqlar, hansı ki, kosmetoloji prosedurları şəxsən istifadə etmirlər. O, onların şəxslərinə aiddir. Olmaz deyil, sadəcə həkim özü məşğul olmur.
Amma yəni ixtiyarımız var və biz daha da təkmilləşmək üçün kosmetologiyaya aid bütün lazımı kurslardan və sertifikatlardan da keçirik. Yəni bu mütləqdir bizim üçün. Və ona görə də üstünə basa-basa demək istəyirəm ki, dermatoloqun %100 kosmetoloji prosedur etmək ixtiyarı var. Bunu bizə dövlətimiz, diplomumuz, sertifikatımız icazə verib, bəli. Çox gözəl. O zaman doktor, istəyirəm elə məncə sizin pasientlərinizə də çox maraqlı olacaq. Siz bir dermatoloq olaraq hansı kosmetoloji prosedurları edirsiniz? Əlbəttə ki, baxın, dermatoloq olaraq trixologiya ilə məşğul oluruq. Saç tökülməsi, müxtəlif saç xəstəlikləri, autoimmun xəstəliklər var. Bəli. Məşğul olduğumuz üçün onun yanında saç mezoterapiyaları istifadə olunur, saç PRP istifadə olunur, müxtəlif ekzosom, yəni mezoterapiya, yəni inyeksiyon baş dərisinə inyeksiyalar vasitəsilə dərmanların yeridilməsi. Bu bir. Üz dərisi ilə nə ilə məşğul oluruq? Akne müalicəsi zamanı mütləq şəkildə mezoterapiyalar olunur. Çünki bu biz akne müalicəsi zamanı təkcə dərman deyil, daxilə deyil, həm daxil, həm xaric, həm qulluq tövsiyələrimiz eləyirik, həm də kosmetoloji prosedurları. Yəni bu əslində kosmetoloji deyil, bu tibbi prosedurlar sayılır. Bəli. Çünki biz bir xəstəliyi tamamilə müalicə edirik. Yəni biz ona bir yerdən kosmetoloji baxımdan baxmırıq. Ona görə burada daha doğru olar ki, tibbi estetika, müalicəvi estetika ilə məşğul oluruq. Müxtəlif artıq qaldı ki, digər deyə bilərəm dolğu, botoks. Yəni əlbəttə ki, bunlar hamısı bizim bizim icra etdiyimiz prosedurlara daxildir. Çox gözəl. Özünüz də çox gözəlsiniz. O dilləri kosmetoloqun, həkimin özü gözəl olar ki, çox sağ olun. Sizin qəlbinizin gözəlliyi. Sağ olun. Sonuncu sualımızı verəcəm sizə. Düzdür, söhbətimizə doya bilmirəm. Əslində sizlə sağollaşmaq istəmirəm, amma sonuncu sualı verməliyəm sizə. Doktor, insanlar arasında belə bir fikir var ki, bahalı üz dəri baxım vasitələri daha yaxşı nəticə verir və daha tez nəticə verir. Sizcə bu nə dərəcədə doğru bir fikirdir? Deməli, bunu əslində bir eyniləşdirmək olmaz. Baha, ucuz. Əlbəttə, elə məhsullar var, həqiqətən də bahadır və o bahalığının haqqını verir. Əslində, bunlar hamısı bir tibbi yoxlamalardan keçirlər əslində. Mənşəyi bilinməyən, bu ucuz da ola bilər, baha da ola bilər. Heç vaxt mənşəyi bilinməyən bir şeylərin istifadə olunması doğru deyil. Və hər şey hansısa bahadırsa, bu mütləq mənim dərimə düşəcək deyə bir şey yoxdur. Ucuz ola bilər, amma sizin dəri tipinizə uyğun ola bilər və o sizə düşə bilər. Bu da var. Yəni o demək deyil ki, ucuzdur, almıram, baha da alıram və yaxud əksinə. Yenə də burada individualdır. Hər kəsin dərisinə uyğun olaraq məhlul, maddə, qulluq vasitəsi, kremlər, bunlar seçilməlidir. Dəri tipinə uyğun, xəstəliyinə uyğun, müalicə ərəfəsində. Çünki bəzən biz müalicə zamanı dediyimiz qulluq ayrı olur, profilaktikada olan qulluq ayrı olur. Çünki məsəl üçün akne xəstəliyi yağlı dəri ilə müraciət edir. Yağlı dərini müalicə etdiyimiz zaman qurumağa başlayır. Yəni ilk öncə yağlı dəriyə aid bir qulluq vasitəsi verirdiksə, zaman keçdikcə quru dəriyə görə, zaman keçdikcə həssas dəriyə görə, yəni bu şəkildə dəyişə bilər. Ona görə də bir növ qulluq vasitəsini tutaraq həmişə onunla getmək olmaz. İstəyir ucuz olsun, istəyir baha olsun. Yenə də yaxşı olar ki, bir mütəxəssis rəyi alaraq dəqiqləşdirsinlər, ondan sonra istifadə etsinlər. Çox təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Bütün suallarımızı cavablandırdınız. Çox sağ olun. Çox dolğun, çox ətraflı. Məncə izləyicilərimiz üçün də çox maraqlı bir podkast oldu. Mənim üçün də maraqlı oldu. Siz ürəyimdən keçən sualları verdiniz. Çox sağ olun. Çatdırmaq istədiyimiz sualları verdiniz. Çox sağ olun.